Zülqərneyn ərəb dilində iki buynuz sahibi mənasını verir. Lakin bu ifadə sadə bir fiziki xüsusiyyət deyil. Ən qədim Şumer, Babil, Akkad mədəniyyətlərində buynuz tanrısallıq və fövqəltəbii güc nişanəsi olmuşdur. Gilgamış yarı insan, yarı tanrı buynuzla təsvir edilmişdir. Anunnaki tanrıları da buynuzlu şəkildə göstərilmişdir. Buynuz yer üzündəki varlıqdan daha üstün bir məqamı, insanüstü qüvvəni simvolizə edir. Zülqərneynin iki buynuz sahibi kimi təsviri onun məkanda və zamanda sərhədləri aşan bir gücə malik olduğunu göstərir. Quran ayələrində Zülqərneynin keçmişə və gələcəyə səyahət etməsi bu sirli gücün təsdiqi kimi təqdim edilir. Tarixi mənbələrdə isə Zülqərneyn bəzən Böyük İskəndərlə eyniləşdirilir. İskəndərin bəzi dövrlərə aid sikkələrində onu buynuzlu tacla təsvir edən izlər tapılmışdır. Lakin Böyük İskəndər Qurani təsvirə uyğun gəlmir. İskəndər özünü tanrı elan etmiş, Zülqərneyn isə imanlı bir bəndə olaraq göstərilmişdir.